Hörmətli traderlar, mən Elnur Rəsulov, Markets Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi bugün həftənin ən vacib xəbəri olan Amerikadan federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Hal-hazırda faiz dərəcəsi 4,50%dir bildiyimiz kimi və bazarda faiz dərəcəsinin aşağı salınacağı ilə bağlı kifayət qədər spekulyasiya və ehtimallar mövcuddur. Təbii bunun başlıca səbəbi nədən ibarətdir? Bildiyimiz kimi keçən həftə Amerikada inflyasiya dərəcəsi gözlənilənin altında, yəni 2,8% açıqlanmış oldu. 2,9 proqnoz edildi, lakin 2,8% açıqlanmış oldu və bu da bir mənada inflyasiyanın illik əsasda aşağı düşdüyünü göstərdi və eyni zamanda əmək bazarında açıqlanan məlumatlarda da diqqət yetirmişdirsə, ümumi işsizlik səviyyəsində cüzi artım var idi. Yəni 4% işsizlik proqnoz edildi, lakin 4,1% açıqlanmış oldu. Və belə olan halda təbii ki, federal ehtiyatların faizi aşağı salması ilə bağlı güclü ehtimallar var. Və federal ehtiyatların 4,5%-dən 4,25%-ə salacağı proqnoz edilir. Lakin buna baxmayaraq dollar indeksinə diqqət etirsək, 17 martdan etibarən müəyyən mənada bir düşüş siqnalı yaranmış oldu. Belə ki, dollar indeksi birinci dəstək səviyyəsinin altına bağlanmış oldu və növbəti gün 18 martda da bu düşüş davam etməyə başladı. Lakin bugün birinci müqavimət səviyyəsi olan 103,156 səviyyəsi qırılıb və bazar həmin səviyyənin üzərində bağlanarsa, dollar indeksində yuxarı yönlü biz qalxışın şahidi ola bilərik. Hörmətli izləyicilər, burada sual oluna bilər. Əgər federal ehtiyatlar faizi aşağı salırsa, dollar indeksi niyə yüksəlməyə başlasın? Bununla bağlı diqqət etirsəniz istiqraz bazarında hal-hazırda Amerikan 10 illik xəzinə bondlarının faiz gəliri 4,27%-dir. Avropa Birliyindən diqqət etirsək, Almaniyanın misal üçün 10 illik xəzinə bondlarının faiz gəliri 4,27%-dir. Yaponiyaya diqqət etirsəniz 1,55% ətrafındadır. Bunlar bu ölkələr içərisində ən yüksək demək olar ki, Amerikadadır və Amerikanın xəzinə bondlarının yəni risklilik dərəcəsi kifayət qədər aşağıdır. Belə olan halda təbii ki, investorlar öz vəsaitlərini Amerikan xəzinə bondlarına yönəldə bilər və bu da bir anlamda dollar olan tələbi artıra bilər və dollarda yuxarı yönlü biz qalxışın, belə deyək, şahidi ola bilərik. Bir digər nüansı isə, hörmətli traderlər, ümumiyyətlə makro traderlar hər hansı bir fundamental hadisə baş verənə qədər öz pozisiyalarını yerləşdirmiş olurlar. Misal üçün, belə bir hadisəni biz 2024-ün iyun ayında da görə bilərdik. Belə ki, may ayından etibarən artıq, 2024-ün may ayından etibarən bazarda müəyyən spekulyasiya var ki, federal ehtiyatlar faizləri aşağı salacaq və iyun ayından etibarən başlayaraq dollar indeksi düşməyə başladı. Artıq sentyabr ayında federal ehtiyatlar faizi həqiqətən aşağı salanda dollar indeksi təkrardan yüksəlməyə başladı. Yəni, eyni senariyanı biz indi də müşahidə edə bilərik. Bir mənada dollar indeksində bildiyimiz kimi uzun müddətli dediyimiz 3 martdan etibarən düşən bir trend formalaşmışdı. Təbii bu trend bir mənada hal-hazırda konsolidasiyadadır və yenidən əgər faiz dərəcəsi aşağı salınarsa bir mənada bu dollar indeksinin olan düşüşü məhdudlaşdıra bilər və makro traderlar artıq dolların alışı istiqamətində öz mövqelərini yığmağa başlaya bilərlər və dollar indeksində biz qalxışın şahidi ola bilərik. Təbii bu gün açıqlanacaq faiz dərəcəsi önəmli olaraq bazara böyük bir belə deyək, volatillik və həcm gətirəcək və bir mənada bu xəbərin təsirindən sonra biz bazarın hansı istiqamətdə gedəcəyini daha yaxşı müəyyən edə biləcəyik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də bu gün olaraq ən vacib xəbərlərdən birisi Avropa Birliyindən inflyasiya göstəricisi açıqlanacaq. Belə ki, illik əsasda inflyasiyanın 2,4% olacağı proqnoz edilir və inflyasiyada hər hansı bir azalma olarsa, təbii bu bir anlamda Avropa Mərkəzi Bankının aprel ayında yenidən faizi azaltmasına bağlı ehtimalları daha da yüksəltmiş olacaq. Lakin ümumi olaraq texniki fonla nəzər yetirsək, deməli, avro-dollar valyuta cütlüyündə 16 mart tarixindən etibarən bir mənada birinci müqavimət səviyyəsi qırılmış oldu. Lakin bazar həmin səviyyənin üzərində bağlanmadı. Lakin 17 martda bir alış siqnalı yaranmış oldu və bazar alış yönündə davam etmiş oldu. Bugün isə birinci müqavimət səviyyəsi, birinci dəstək səviyyəsi qırılıb və bazar həmin səviyyənin altına bağlanarsa, biz avro-dollar valyuta cütlüyündə düşüşün şahidi ola bilərik. Təbii, düşüş trendinin başlamasının əsas səbəblərindən birisi də bir öncə qeyd etdiyimiz kimi bir mənada Amerika ilə Avropa Birliyinin istiqraz belə deyək, faizlərinin arasındakı fərqdir. Bu fərq nə qədər çox olarsa, yəni Amerikada yüksək, Avropa Birliyində aşağıdırsa, bu bir mənada belə deyək,
bu avroda olan tələbin azalmasına, dollarda olan tələbin isə artmasına səbəb ola bilər və avro-dollar valyuta cütlüyündə biz bir mənada düşüş trendinin başlayacağını müşahidə edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz GBP-USD, İngilis funtu və dollar valyuta cütlüyüdür. GBP-USD-də də diqqət etirsəniz 17 martda bir alış siqnalı yaranmış oldu və hal-hazırda İngilis funtu və dollar valyuta cütlüyü bir mənada konsolidasiyadadır. Dünən nə birinci müqavimət səviyyəsini, nə də birinci dəstək səviyyəsini qırmadı bazar. Bir mənada konsolidasiyadadır. Düzdür, 17 martda alış siqnalı yaranmışdı. Lakin hal-hazırda bazar konsolidasiyadadır. Bununla bağlı xüsusi qeyd etmək lazımdır ki, İngiltərənin Mərkəzi Bankının sabahların faiz dərəcəsi ilə bağlı qərara açıqlanacaq və faiz dərəcəsinin 4,50%, yəni dəyişməz olacaq, saxlanılacağı proqnoz edilir və İngilis funtunda olan istiqaməti biz bu gün federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərarından sonra daha yaxşı müəyyən edə biləcəyik. Lakin dollar olan tələbin artması fonunda biz GBP-USD-nin müəyyən mənada aşağı yönlü korreksiya etməsini görə bilərik, yəni müşahidə edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz USD-YEN valyuta cütlüyüdür. Bildiyimiz kimi bu günləri Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqladı və faiz dərəcəsini dəyişməz olaraq 0,5% ətrafında saxladı. Lakin Yaponiya Bankının ümumiyyətlə il ərzində faizi artıracağı ilə bağlı ehtimallar hələ də qalmaqdadır. Ümumi fonda isə USD-YEN valyuta cütlüyündə deməli diqqət etirsəniz 14 mart tarixində alış siqnalı yaranmışdı. Çünki valyuta cütlüyü birinci dəstək səviyyəsini, birinci müqavimət səviyyəsini qırmışdı və həmin səviyyənin üzərində bağlamışdı. Və həmin tarixdən etibarən diqqət etirsəniz, USD-YEN valyuta cütlüyündə hələ də alış trendi davam edir. Nə qədər ki, birinci dəstək səviyyəsi olan, yəni bu gün üçün 148-942 səviyyəsini qırıb bazar həmin səviyyənin altına bağlanmazsa, biz USD-YEN-də qalxışın şahidi ola bilərik. Təbii USD-YEN-də qalxışın əsas, belə deyək, aparıcı qüvvələrindən birisi də qeyd etdiyimiz kimi Amerikada bond faizlərinin yüksək olması Amerikan istiqrazlarına, yəni xüsusilə xəzinə bondlarına, yəni 10 illik xəzinə bondlarına tələbin artması fonunda biz dolların həm yenaya, həm də digər valyutalara qarşı bahalaşacağını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz qızıldır. Bildiyimiz kimi qızıl hal-hazırda qalxmaqda davam edir. Bizim sistemimizdə 12 mart tarixində əslində qızılda alış siqnalı diqqət etirsəniz yaranmışdı. Birinci dəstək müqavimət səviyyəsinin qırılması və bazarın həmin səviyyənin üzərində bağlanmasından sonra bir mənada qızılda alış siqnalı yarandı və qızıl həmin tarixdən etibarən diqqət etirsəniz qalxan trendlə davam edir. Və nə qədər ki, birinci dəstək səviyyələri, yəni həmin gün üçün dəstək səviyyələri qırılıb onun altına bağlanmazsa, biz qızılda qalxışın davam edəcəyini proqnoz edə bilərik. Təbii qızıldakı yüksəlişin başlı səbəbi bütün dünyada olan qeyri-müəyyən, yəni xüsusilə ticarət müharibələri və eyni zamanda Amerikada bir mənada inflyasiyanın artacağı ilə bağlı gözləntilərin olması makro treyderlər daha çox qızıl almağa yönəldir. Lakin qızılda olan yüksəliş trendi bir mənada əgər dollar indeksində olan yüksəliş trendi davamlı olarsa və eyni zamanda dollara olan tələb artarsa, biz bir mənada qızılda müəyyən mənada kiçik aşağı yönlü korreksiyalar görə bilərik. Lakin uzun vədədə diqqət etirsək, qızılın yaxın vədədə kəskin olaraq düşəcəyini proqnoz etmək çox çətindir. Dediyimiz kimi bunun başlı səbəbi federal ehtiyatlar faizi aşağı salarsa, bu bir mənada uzun vədədə dolların ucuzlaşacağını və eyni zamanda inflyasiyanın artacağına işarədir. Və belə olan halda təbii ki, investorlar daha çox qızıl almağa yönəlir və xüsusilə Çin və digər böyük ölkələrin mərkəzi bankları Amerikan istiqrazlarına bir mənada o qədər də maraq salmırlar. Təbii bunun başlı səbəblərindən birisi Amerikanın borcunun çox olmasıdır və bundan dolayı da qızıla olan tələb durmadan da artır. Və belə olan halda təbii qızılda olan kiçik aşağı yönlü korreksiyalar ola bilər. Lakin uzun vədədə baxdıqda hələlik qızılın düşməsinə dair fundamental əsas mövcud deyil. Texniki olaraq qeyd etdiyimiz kimi bu gün üçün birinci dəstək səviyyəsi olan 3009 dollar səviyyəsi qırılıb aşağıda bağlanmazsa, biz qızılda qalxışın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Bildiyimiz kimi S&P 500 fond indeksi deməli 20 fevraldan etibarən başlayan düşüş trendi bir mənada 14 martda başa çatmış oldu. Belə ki, bazar
həmin səviyyənin birinci müqavimət səviyyəsinin üzərində bağlanmış oldu və diqqət etirsəniz həmin vaxtdan etibarən 2 günlük bir qalxış mövcud olmuş oldu. Təbii S&P 500 indeksinin qalxmasının başlıca səbəbi Amerikada inflyasiyanın aşağı açıqlanması oldu. Lakin təbii ki, bu özlüyündə davamlı olmadı. Bunun birinci səbəbi, yəni əsas səbəblərindən birisi də Amerikada pərakəndə satışların bir mənada aşağı gəlməsi oldu. Belə ki, 0,6% artım gözləyirdilər pərakəndə satışlarda. Lakin açıqlanan nəticə 0,2% oldu və bu da təbii gözlənilenden kifayət qədər aşağı oldu. Bunun əsas səbəbi isə Amerikada istehlakın bir mənada zəiflədiyini göstərir. Çünki pandemiyadan sonra qeyd etdiyimiz kimi Amerikan iqtisadiyyatının əsas aparıcı qüvvəsi daxili istehlak idi. Əgər istehlakda zəifləmə var isə, bu bir mənada iqtisadiyyatın dayanıqlılığına dair gözləntiləri zəiflətmiş oldu və S&P 500 indeksində olan qalxış bir mənada qısa yəni müddətli oldu və S&P 500 indeksi yenidən, belə deyək, satış mövqeyinə keçməyə başladı və dəstək səviyyəsinin yəni 18 mart üçün birinci dəstək səviyyəsi qırıldı və bazar həmin səviyyənin altına bağlanmış oldu. Bu günə isə xüsusilə bazar federal ehtiyatlarının faiz dərəcəsi ilə bağlı qərarını gözləyəcək. Ümumi fonda nəzər yetirsək, əgər faiz dərəcəsi aşağı salınarsa və bu bir mənada Amerikan fond indeksinin yuxarı yönlü korreksiyasına səbəb ola bilər. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.